Mən bacım gilə gedirəm. Mən rəfiqəm gilə gedirəm. Mən həkimə gedirəm. Bu cümlələri rus dilinə tərcümə edin. Necə tərcümə edərsiniz? Düzgün variant: я иду к сестре, я иду к врачу, я иду к подруге. Yəni rus dilində hara, kuda sualına cavab verərək, əgər biz bir məkanın adını demiriksə, bir insan canlılığını deyiriksə, onda k predlogunu istifadə edirik. Məsələn, я иду к менеджеру, я иду к директору школы, я иду к соседке. Везде будет к. Ama ancaq getdiyimiz bir məkandırsa, məkanın adıdırsa, onda artıq ya вы, ya na işlədirik. Məsələn, я иду в офис, я иду в супермаркет, я иду в кафе или я иду на площадь, да? Запоминаем. Deməli, kim giləsə gediriksə, kiminsə yanına gediriksə, к, я иду к врачу, я иду к знакомым, я иду к друзьям, я иду к менеджеру. А если у нас место, название места, то я иду в кафе, в ресторан, на почту, в университет. Два разных предлога. Beləliklə, rus dilində kuda sualına cavab vermək üçün həm v-na, həm də k predlogunu işlədə bilərik. O nədən asılıdır? Əgər canlı kiminsə yanına gediriksə, k predloguna tərcümə edirik. Amma məkan adı deyiriksə, kuda, hara, amma burada məkan adı deyiriksə, onda məhz v və ya na predlogunu işlədirik.